Halbuki Qarabağ müharibəsində vuruşan və şəhid olan İranlılar və Əfqanistanlılar xarici vətəndaşlar olublar. Əslində bu şəhidlər mütəmadi şəkildə anılmalı, dövlət bayraqları təşəkkür olaraq dalğalandırılmalıdır. Amma əksinə olaraq Əfqanistanlı şəhidlərin Xırdalandakı məzarlığı xarabaya çevrilib və barələrində xalqa məlumat verilmir. İranlıların dəfn olduğu yerlər isə ümumiyyətlə göstərilmir. Biz araşdırma apardıq. Xocalı faciəsinin törədilməsində iştirak edən ermənilərə qarşı vuruşmada Azərbaycanlıların yanında İran vətəndaşları olub. 11 nəfərin qəbrini biz artıq əldə etdik, tapdıq. Bu fotoya diqqət edin. Albert Aqarunovun məzarı üstündə İsrail bayrağı və fəxri qarovul. Azərbaycan bayrağının aşağılanmış vəziyyətinə diqqət edin. Bundan başqa Azərbaycan xalqlarından ən çoxlu sayda ön cəbhədə döyüşənlər talışlar olublar. Milliyyətcə talış olan general Zaur Rızayevin komandirliyi altında düşməndən ancaq Laçın və Kəlbəcər istiqamətində 40 kənd azad olunmuşdur. O cəbhə komandiri olub və onda da bir sıra uğurlara imza atıb. Talış batalyonunun, Talış briqadasının 704-cü briqada minlərlə döyüşçüləri və şəhidləri necə yad olunur? Onlara bir heykəl və abidə qoyulubmu? Yoxsa bir Albert Aqarunov onlardan çox vuruşub, daha çox düşmən məhv edib, daha çox torpaq azad edib? Bakı kəndlərindən olan yüzlərlə minlərlə tat əsilli döyüşçüləri necə yad edirlər? Quba, Qusar batalyonunda döyüşən və şəhid olan ləzgilər və tatlar, Balakəndən və Zaqataladan gələn batalyonlarda döyüşən və şəhid olan avarlar, saxurlar, Qarabağın özündən olan, döyüşüb şəhid olan Kürd əsilli əsgərlər necə yad olunur? Kürd milli bayraqlarını onların məzarı üstündə görürsünüz? Milliyyətcə ləzgi şəhidlərimizin məzarına Rusiya tərkibində olan Dağıstan Respublikasının bayrağı gətirilirmi? İkinci Qarabağ müharibəsində əslən Fələstinli ərəb Məhəmməd Mazen oğlu Eysavi Azərbaycan ordusunun əsgəri olaraq şəhid oldu. O yad edilirmi? Hani Fələstin bayrağı? Cavab verirlər ki, axı bunlar hamısı Azərbaycan vətəndaşlarıdır. Düzdür, bəs Albert Aqarunov da Azərbaycan vətəndaşıdır. Nəyə görə biz hər dəfə İsrail bayrağını görürük?